uşağın nə yediyindən, nə içdiyindən xəbəri olmayan hakimiyyət qapıda müharibə olanda, qapının kənarında müharibə olanda həmin o aç-susuz böyümüş uşaqları döyüş aparır. Yəni, sən heç xəbərin yoxdur, o uşaq necə böyüyüb, necə oxuyub, hansı şəraitdə bilmirsən sən bunları. Amma sən gəlirsən, evin kasıb ailənin bir uşağından, baxın, nə qədər görmüşük biz, nə qədər şəhid tabutları, hansı villalara şəhid tabutları getdi ki. Yəni, məsələ ondan ibarət deyil. Bu ölkədə, bu ayrı seçkiliklərinin olacağı təqdirdə vətəndaş da haqlı olaraq sənə irad bildirəcək ki, mən nədən uşağımı bu torpaq uğrunda şəhid verməliyim? Ölü Quran olsun bu həyat. Allah'ın olsun yaşamaq deyil bu həyat. Nə cürə yaxşılıq biz, nə cürə? Quran olsun yaşamaq deyil bu dünya. Bezmişəm bu həyatdan. Belə bir abırçılıq olmaz. Cəllabatda heç bir işləməyə təmin eləmir. Eşitin icra başçısı da. Hamısı eşitsin. Məni işdən təmin eləmirlər. Yıkılıp ölməyə qalmışam, and olsun Allaha. Belə şey olar.